Davam etdiririk. Mesajlar gəlib sosial şəbəkələrdə yayılan dərəduzluq kampanyalarını necə tanımaq olar Elnur müəllim? Deməli, sizə 3 mühüm tövsiyəni görmək istəyirəm burada. İlk növbədə çalışın, yüksək qazanc təklif edən layihələrdən uzaq durun. Adətən belə layihələr ayda 15, 20, 25% gəlir vəd edirlər və bu maliyyə cəhətdən də real deyil və bu qısa müddətli və daha çox belə deyək də auditoriyaya çıxmaq üçün istifadə olunan PR taktikalarından biridir ki, sosial şəbəkələrdə bir də görürsünüz ki, ən çox da hətta son zamanlar kriptovalyutanın adı hallanır ki, burada böyük qazanclar var, siz də bu qazancı əldən verməyin. Bəli, bu layihələrə qoşulun, sizə ayda biz tradingdən məşğul oluruq, dünyaların pulunu qazanırıq və sizə də ayda 15, 20, 25, hətta 30% qədər gəlirlər vəd edirlər. Mənə də bu iki nəfər bu barədə yayılan məlumatlar demişdi. Dedim, bunda ona qalsa gərək hər kəs işini atsın, gedər o işlə məşğul olar. Bəli, bilmənalı. İkinci növbədə, əgər lap belə layihələr görsəniz belə, mütləq şəkildə həmin şirkəti və şirkətin rəhbərlərinin araşdırın. Onların, şirkətin özünün sosial şəbəkələrdə olan hesablarını araşdırın, baxın, onların davranışlarına fikir verin. Həqiqətən də belə bir şirkətlər varmı? Məncə şəxsləri də araşdırsınlar. Bəli, şəxsləri də, rəhbərləri də qeyd elədim. Onların ümumiyyətlə şirkətin lisenziyası varmı? Belə bu cür məsələn belə deyək də xüsusi lisenziyası olmalıdır ki, investisiya yatırımı tövsiyəsi eləsinlər və bu da mütləq şəkildə yoxlamaq mümkündür. Şirkətin ünvanı var, şirkətin adını internetdə bu dəqiqə vurarkən hər bir məlumatdan çıxış əldə edə bilərsiniz. Əgər tutaq ki, sayt yenidirsə, şirkətin rəhbərləri haqqında ümumiyyətlə məlumat yoxdursa, bu artıq bir siqnaldır və ümumiyyətlə böyük riskdir. Üçüncü tövsiyəm də odur ki, mütləq şəkildə əgər sizin iqtisadi biliyiniz, ümumiyyətlə maliyyə bazarlarının iş prinsipli barədə əgər məlumatınız yoxdursa, çalışın belə layihələrə itirməyə gözə aldığınız məbləğdə investisiya eləyin. Əgər risk eləyirsinizsə, mütləq şəkildə bu formada eləyin. Və yaxud da ki, ən yaxşı halda siz bu sahədə təcrübəli olan şəxslərdə məsləhətləşin. Yəni, əgər siz tutaq ki, bir layihə gördünüz, sizi bu diqqətinizi cəlb elədi və doğrudan da investisiya eləyirsinizsə, eləmək istəyirsinizsə və ya ora itirməyə gözə aldığınız məbləğdə investisiya eləməlisiniz və yaxud da ki, o investisiya etməmişdən qabaq bu sahədə müəyyən sizdən daha çox təcrübəsi olan insanlarla məsləhətləşin. Çünki bu dəqiqə hər şey belə deyə public informasiyalardır, orada bütün məlumatları əldə etməyə mümkündür. Amma çox təəssüf ki, bu hallar adətən nə vaxt olur? İnsanlar artıq pulu itirəndən sonra gəlib ekspertə müraciət edirlər. Bu da artıq belə deyək də son anda olur və bəzən də artıq pul itiriləndən sonra olur. Hətta burada hüquq mühafizə orqanları belə bir şey elə bilmirlər. Çünki siz pul itirirsiniz və pul məsələdə pul itirəndən sonra qaytarmaq məsələsi. Pul itirməkdən sonra onlayn formada bu özəlliklə rəqəmsal mövzuda əgər siz pul itirirsinizsə, bunun xüsusi xidmət orqanları tərəfindən izlənilməsi metodikası artıq hələ də işlənib, tam olunmayıb, bütün dünyada belədir. Və yaxud da ki, sizi elə ola bilər ki, elektron cüzdanlardan pulu çəkirlər və hara xərcləyirlər, bunu da izləmək mümkün olur, konfidensialdır və artıq ən pis halda siz gedib statistik olaraq gedib ərizə yaza bilərsiniz. O da bəzi hallarda heç onu da eləmirlər və fırıldaqçılar da bundan istifadə edirlər, yeni qurbanlar əldə edirlər. Başa düşürsünüz? Yəni, bu formada artıq yayılır və yaxud da ki, son anda, bəzən deyim, ən çox da necə olur, insanlar istəmir ki, bunların pullarını bilsinlər, gedirlər gizli formada daha çox pul qazanmaq istəyirlər və burada pul itirirlər. Yenə deyirəm, əsas bu fırıldaqçının hədəfi olan kimlərdir? Qısa zamanda daha çox pul qazanmaq istəyən insanlardır. Və onların da böyük əksəriyyəti də maliyyədən uzaq olan insanlardır ki, müəllimdə görürsən ki, məktəbdə müəllimdir, müəyyən pul yığıbdır, deyir ki, mən də nə olsun müəllim, mən pul qazanmaq istəyirəm investisiya layihələrindən. Və müəyyən biliklər də yoxdur axı. Və xüsusi doğrudan da həqiqətən professional fırıldaqçılar var ki, elə platformalar düzəldirlər ki, professional insanlar belə orada çaşıb başa qalır. Ancaq sizin gərək individual bilikləriniz olsun ki, başa düşəsiniz ki, bu platforma birinci düz işləmir və yaxud da ki, bu platforma doğrudan da o dərəcədə gəlir qazanmaq potensialı yoxdur.